Bugün aprelin 11-i səhər saatlarında tanınmış Azərbaycanlı aparıcı İlham Mirzəyev həbs olunub. Həbs olunmanın səbəbləri haqqında dəqiq məlumatlar hələ ki yoxdur, lakin müxtəlif versiyalar var. Bunlardan da biri ondan ibarətdir ki, aparıcının işlədiyi klinikada qanunsuzluqlar baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi açıqlamasına görə İlham Mirzəyevin saxlanılmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı müraciətləridir. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci dələduzluq maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir. Şəhər sakinləri arasında sorğu apardıq ki, İlham Mirzəyevi insanlar tanıyırmı və onun həbsinə münasibət necədir? Məlumatım yoxdur, nəyə görə həbs olunub? Belə dəqiq bir söz deyəməyəcəm, bilmirəm. Aparıcı idi da indi belə də, normalni. Biz amma çox cəmaət ağladırdı. Biz o yaxşı deyildi. Gələn gedən ağladırdı. Yox. Allah eləməsin. Niyə olsun ki? Bəli, etiraf ediş aparır da. Tanımıram. Yox, heç eşitməmişdim. Niyə tutulub görürsən? Normal adam idi belə. Sakit. Xatırladaq ki, İlham Mirzəyev klinikasında baş verən qanunsuzluqlara görə daha öncə də saxlanılmışdı.